Hamı da durur, deyir ki, sənət belə gəldi, sənət belə getdi, amma heç birində sənəti yoxdur. Ya açıq deyirəm də, mənə elə gəlir ki... Sənətdən danışan yoxdur. Yəni deyirlər ki, mənim sənətim, amma Allahıma Kim deyir, bax, sənətin... Elə hamı çıxan sənətdən danışır ki, mən belə canlı oxudum, mən belə toyla səhnəni elə bir səhv Canlı salıb. oxumalısan da. Sən bəs borcundur da. Ondan qabaq bir fonoqrama var idi. Yox, yəni toyda canlı oxumaqla elə bilirlər ki, elə səhnədə mən toyda canlı oxuyuramsa səhnə bax, heç kimsə ad çəkmir ki, kimin sənəti yoxdur. Ad çəkin, biz aparıcılar da bilək ki, kimin sənəti yoxdur. Biz də bilirsiniz də, siz özünüz mən bilmirəm şəxsən kimin sənəti var, kimin sənəti yoxdur. Vallahi həqiqətən yaxşı bilirsiniz. Niyə? Mən musiqiçi deyiləm. Hər şey göz qabağındadır. Bilirsən necə deyir, Hər şey oğlum, göz elə devrə gəlib çatmışıq ki, adam özünü evində öz balasına da bir söz deyəndə, yenə ehtiyat edirsən ki, səni üzvə qayıtmasın. İndi burada deməyimizdə o hərə o sözü atırsan, yeyisi götürür də. Götürmürlər valla, yerlərdə Götürürlər, sərsin gedib ondan artığını da danışırlar. Amma mənə elə gəlir ki, artıq belə şeylərə biraz, necə deyim, diqqət eləmək lazımdır. Sənətkarlarımız danışmalıdır. Hörmətdən salırlar sənəti. Bəli. Allahın da olsun. Gülürlər, cəmat bizə gülür.